Yaxşı, burada sən danış. Hansı qəribə allergiyan var? Mənim ilk allergiyam 3 yaşımda olub. Aha. Bizdə evdə papa bal saxlayırdı, yəni arılar saxlayırdı. 3 yaşımda mənə bir qaşıq bal verdilər və ondan sonra mənim bütün bədənim səpdi. Daha sonra böyüdükcə başa düşdüm ki, mənim spirtə qarşı allergiyam var. Gör necə maraqlı tandem, Bunu bal necə başa düşdünüz? və spirt. Spirti başa düşmək üçün məsələn bir dəfə spirt məhsullarından istifadə elədim və ondan sonra gördüm ki, yox, mən içə bilmərəm. Yəqin ki, Hələ bu 95%lik spirt olmayıb ha, 100% ha. Bu suda məhlulu olub mən əminəm. 10%, 40% belə bir şeylər olub. Sonra da özümdə kəşf eləyəndə ki, zaten spirt içə bilmirəm, yəni olmaz mənə. Mən sənə deyim ki, sən bunu indi özündə kəşf eləmisən. Nə qədər adam bu saat yoldaşı üçün dua eləməyə başladı ki, ay Allah, mənim yoldaşıma da belə bir allergiya göndər. bir dəqiqə, mən bir ilk dəfə də eşidirəm Polad. Yəni ki, Oğluma belə bir allergiya yolla, əziyyət çəksin. Vallahi. Barmağınız kəsiləndə, həkim gəzsin. barmağınız kəsiləndə spirt vursaz ona da allergiyanız var, eləmi? O Xeyr, yox. Onda ancaq spirt içkilər içəndə allergiya. istəyirəm, seçici allergiya deyirlər. Orqanizm belə deyək də qəbul eləmir. Hə, içəndə elə bil ki, cəhd etmisinizmi? Məsəl üçün spirtli içkini dondurasınız, yeyəsiz. Bəlkə onu Marojna kimi. marojna dondurma kimi, hə. Yox, elə də eləməmişəm. Hə, Polad. Yəni istənilən yeyib Bir içməyi sözün qanqaraçılığa yaşamaq çevirə azadır. bilərsən. Mən belə başa düşdüm. Nəfəs Cəmaət- almaq falan çətinləşir. Xəstə adama Ay, gülməzlər falan. dədə var. Xəstə adama gülməzlər. Mən gülmürəm ki.